Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril mu'minin. Ve ala Fatıma-ı Zahra ve ala'l Hasan ve'l Hüseyin ve Ali ibn'l Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Hüccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'il enbiya ve'l murselin ve'l şühedâ ve'l siddiqin. Allahümme gfir lil mu'minine ve'l mu'minat ve'l muslimine ve'l muslimat el ehyâ'i minhum ve'l envat. Usikum ve nefsi bi tekvallah. Bu cümə bizim axırıncı yox, gələn cümə axırıncı cümədir Ramazan ayına qədər. Yəni artıq bir cüməmiz qalıb da Ramazan ayının daxil olduğuna qədər. Birinci xütbə yəqin gələn həftə ilə təqvalıların xüsusiyyəti ilə bağlı olar. Qismət olsa ikinci xütbədə mübarək Ramazan ayı ilə bağlı olar. İkinci xütbəmiz inşallah. Ömür olsa, qismət olsa. Ona görə də o xütbəni, o mövzunu saxlayıram gələn həftəyə Allah qoysa, Allah nəsib eləsə. Bugün bir başqa bir məsələyə ki, həm Şaban ayının sonlarına, həm mübarək Ramazan ayına aiddir. Ona toxunmaq istəyirəm ki, yavaş-yavaş özümüzü hazırlayaq da bu mübarək aya hazırlaşaq. Hansı hisslə biz ümumiyyətlə yaşamalıyıq və hansı hissi gücləndirməliyik bu mübarək aylarda ki, daha çox bəhrələnək? Ona toxunmaq istəyirəm bir 10 dəqiqə, 15 dəqiqədə. Quranın bu ayəsinə istinad eləmək istəyirəm sözümün əvvəlində. Ya eyyuhan nas, entumul fuqara'u ilallah və huvel ganiy. Ey insanlar, fuqara fəqir sözünün cəmidir. Fəqir kasıb deməkdir. Ehtiyaclı. Deyir, siz hamınız ehtiyaclısınız, fəqirsiz. İrfani ayədir bu. Ehtiyaclısınız ona, Allaha. Odur zəngin. Və huvel ganiy. Qani, fəqir bizdə var. Bəzi klassik ədəbiyyatda da qani sözü işlənir. Bəzi şairlər təxəllüs də götürüb özünə. Əbdül qani, məsələn, qaninin bəndəsi. Qani, yəni ehtiyacsız, varlı. Deyir, insanlar, siz kasıbsınız, hamınız. Maddi durumunuzdan asılı olmayaraq, siz acizsiz, zəifsiz, fəqirsiz, zatən fəqirsiz. O isə varlıdır. Bütün gözəlliklər, bütün fəzilətlər ona məxsusdur. Bütün gözəlliklər. Heç kəs heç nəyə sahib deyil ondan başqa. Heç kəs heç nəyə sahib deyil. Coşan Kəbir duasına baxın, minlərlə adı var. Minə yaxın. Bütün gözəlliklər ona məxsusdur. Coşan Kəbir bir döyüşdə gəldi. Cəbrail əleyhissalam Peyğəmbərimizə öyrətdi. Zirehi ağır idi, əziyyət verirdi Peyğəmbərə. Coşan zireh deməkdir. Döyüşdə zireh giymirlər. Coşan zireh deməkdir. Cəbrail gəldi bu böyük duanı öyrətdi Həzrət Peyğəmbərə ki, Coşan Kəbir, yəni böyük zireh budur. Səni qoruyan budur. Hər şeydən qoruyan budur. Coşan, yəni böyük zireh, Coşan Kəbir budur. Gəldi, öyrətdi Peyğəmbərə. Peyğəmbər Həzrət Əliyə, Həzrət Peyğəmbər Həzrət Əliyə, Həzrət Əli də övladlarına bu duanı nəql elədilər. Dilə kəfənə də onu yazın. İndi kəfənlər var, Coşan Kəbir yazılır. Qorusun adamı. O bir zireh kimidir. Allahın adları da bizim adımız kimi deyil. Məsələn, bizim atalar, anamız bizə şərti olaraq bir ad qoyub. Bizim adımızın, bizim xüsusiyyətlərimizdən heç bir uyğunluğu olmaya da bilər. O Hacı İlham deyir, alim lapatkanı götürəcəm. Tikintidə. Adı alimdir. Amma alimliyinin
adının öz alimliyi ilə bir əlaqəsi olmaya bilər. Addır seçiblər, birinə mən aslan adı qoyurlar, o deməkdir aslandır. Adlar şərtidir bizlər üçün. Amma Allahın adları belə deyil. Allahın adları hər biri onun sifətinin ifadəsidir. Əslində biz adlar çox oxuyuruq, o adın adıdır, xüsusiyyətin adıdır, vəsfidir. Alim, yəni elmi var, ifadə olunur əlim sözündən. Qədir, yəni qüdrətinin ifadəsi, adları hamısı onda olan kəmalın ifadəsidir. Və ləhul əsmaul husna, deyir, gözəl adlar ancaq ona məxsusdur. Hər şey ona aiddir, ondan başqa heç kəsin heç nəyi yoxdur. Hər şey Allaha məxsusdur. Başqalarının nəyi varsa ondandır. Heç kəsin heç nəyi yoxdur, yəni. Fəlsəfi dillə desək, insan əslində vücud bəxş edilmiş, varlıq bəxş edilmiş yoxluqdur. Yəni, belə deyək də, varlıq alınsa özündən heç nəyi yoxdur. Özündən yerdə yoxluq qalır. Özündən olan, o ki, deyilərə mümkünül vücud, vacibəl vücud, bunların hamısının bəhsi var da. Mümkünül vücudun odur ki, vücudunu başqasından alır. Özündə heç nə yoxdur. Olmasa heç bir sıfır, heç yoxdur. Bizdə kəmal sifətlər var. Məsələn, birimiz elmliyik, birimiz qüdrətliyik, birimiz mehribanıq. Amma heç biri bizim deyil, Allahın sifətinin cilvəsidir bizdə. Hər şey Allahındır, bizdə cilvələnir, görsənir. Sənin deyil. Onun adları hər şeyi doldurub, var eləyib. Ona məxsusdur hər şey. Səndə olmaqla onun ixtiyarından çıxmadı, onun malikiyyətindən çıxmadı. Onun da elə səndə görünür. Sənin deyil. Sən nə sən ümumiyyətlə, sən yoxluqsan. Sən varlığı ondan almışsan, hər şey səndə var, onundur. Sən yoxsan ortada. Kumeyl duasında deyir, və bi-əsmaikəlləti mələət ərkanə kulli şey. Deyir, sən and verirəm o adları var ki, hər şeyi onlar doldurub. Hər şeyin əsasını onlar təşkil edib və bu çox mühümdür. Bilirsiniz, bu təfəkkür bizdə olsa, biz görək biz heç kimik. Mən deməliyik. Zahirdə bizimdir, batində bizim heç nəyimiz yoxdur. Heç nəyimiz. O ki, deyir, Elhamdülillahi Rabbil aləmin. Tərif yalnız ona məxsusdur. Demirə, tərif həm də Allaha məxsusdur. Yəni, mən kimisə tərifləyirəmsə, onun vasitəsilə onun sahibini, əsl sahibini tərifləyirəm. Çünki bunun özündən heç nəyi yoxdur. Bunda nəsə yaxşı şey varsa, kimi tərifləsəm Allaha gedir, çıxır. Allahın da özünün deyil. Öz anlayışı yoxdur ümumiyyətlə. Biz fəqirik, əntumul fuqara, nəyimiz var onundur. Bizim heç nəyimiz yoxdur. Ələl-İslamın münacatına bax. Mevlaya ya Mevlay, əntəl hayyu və ənəl məyyit və həl yərhamul məyyitə illəl hay. Mevlaya ya Mevlay, əntəl alimu və ənəl cahil və həl yərhamul cahilə illəl alim. Mevlaya ya Mevlay, əntəl qaviyyu və ənəl zəif və həl yərhamul zəifə illəl qavi. Deyir, əntəl alim, ənəl cahil. Sən alimsən, mən cahiləm. Sən mənə elm vermisən, amma elm verməklə əntəl alim və ənəl alim olmur. Sən də alimsən, mən də aliməm. Yan-yana diyanım, sən bir, mən də bir. Yox, sən bir, mən heç. Şərti olaraq məndədir. Həmin o elmdir ki, sənindir. Məndə təcəssüm olunub, mənim deyil ki. Məndə ifad görsənib sadəcə, məndə təcəssüm olunub. Elmi sən mənə verəndə yenə də əntəl alim və ənəl cahil. Çünki mənim deyil axı bu. Sən vermirsən və sənindir. Əvvəldən axıra qədər əntəl alim və ənəl cahil. Sən alimsən, mən cahiləm. Əbədi olaraq əntəl alim və ənəl cahil. Çünki mənim özümdən heç nəyim yoxdur. Alson mən heçəm, mən bir sıfıram. Həyat da elə. Əntəl hayyu və ənəl məyyit. Bəziləri başa düşmür. Deyir, Həzrət Əli sağ deyil. Niyə deyir, sən dirisən, mən ölüyəm? Onu demək istəyir ki, həy sənin sifətindir, məndə görsənib. Mənə qalanda mən heçəm, mən meyidəm, mən yoxam. Sənin olanı məndən götürsün, mən yoxdur ki ortada, mən meyidəm, mən yoxluğam. Qüdrətim var ancaq özümün deyil.
Entəl qəviyyü və ənə zəif. Sən güclüsən, mən zəifəm, mən acizəm, mən heç nəyəm. Onun qüdrətidir işləyən. La havlə və la quvvətə illa billah. Yəni qüdrət yoxdur heç kəsdə. Demir, onda da var, Allahda da. Allahda çoxdur, yox. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur ümumiyyətlə. Səni yerindən qaldıran namaza deyir, la havlə və la bihavlillahi və quvvətihə əqumu və əqud. Sənin qüdrətinlə qalxıram. Doğrudan da səni qaldıran o güc sənin gücün deyil. O bütün nə ki var onundur. Onsuz heç nə yoxdur, mövcud deyil. La havlə və la quvvətə illa billahın yerinə deyirlərsən, la ilmə illa billah. La rəhmətə illa billah. La həyatə illa billah. Ondan başqa heç kəsdə həyat yoxdur. Ondan başqa heç kəsdə mərhəmət yoxdur. Ondan başqa heç kəsdə elm yoxdur. Hər an feyz ondan gəlir. Bir an kəssə yoxdur heç nə. Sim qırılsa ondan gəlir. Necə ola bilər sən mənimsəyəsən deyirsən, məndə də biraz var. Səndə heç nə yoxdur. Nə birazı var, nə çoxu. Ortada olan onundur. Bir dənə misal deyim sizə. Gün çıxır. Gün çıxır. Gün ümumiyyətlə nə deyil? Gün odur ki, gün çıxır. Ona deyir gün. Bu gün. Bu gün yəni günün işığı. Gün eləyən günün çıxmasıdır. İşığını saçmasıdır. Gün işıq saçır. Burada da işıq var. Hər evdə işıq, hər evə pəncərədən işıq girir. Elədir? Hər evdə olan işıq o birindən ola bilər fərqli olsun. Məsələn, şüşə bir qədər fərqli olsun, ondan fərqli şəkildə inkas olunsun. İşıqlar zahirən kəsrətdədir, fərqlidir, amma getdikcə bir dənə işıqdır ki, haçalanıb, parçalanıb, müxtəlif yerlərə verilib. İndi evin divarı deyə bilər, bu mənim işığımdır. Evin divarının işığı yoxdur. İşıq odur, vəssalam. Evin divarının heç nəyi yoxdur. İşıq odur, o işıq saçır. Biz beləyik. Bütün varlıq bu durumdadır, bu vəziyyətdədir. Tövhid budur. Tövhid bu baxışdır. Allahın adları doldurub hər yeri. Təvazökarlıq eləyir hərdən. Mən heç, bu heç bir əxlaqi məsələ deyil. Bu həqiqətin etirafıdır. O ki, Peyğəmbər deyir, mən heç. Həzrət Əli deyir, mən heç. Biz elə bilirik ki, məsələn, nə təvazökar, əxlaqi xüsusiyyət kimi dəyərləndirir. Həqiqətdir, mən heç həqiqətdir. Yəni, hər şey odur, ondan ibarət. O həqiqəti dilə gətirməyi də onların təvazökarlığı. Ona təvazökarlıq deyirik. Hər şey ayətullahdır, Allahın ayəsidir. Şeyx Mürtəza Hairi deyir, çox diqqətlidir ki, cəmaata deyir, artıq layiq olduğundan artıq tərif deməsin. Məsələn, biz deyirik axı, dəyərli alim filan, heç görsən alim deyir. Təşrifatdır da deyirik. Amma deyir, o diqqətlidir ki, alimdirsə alim deyərdi, fəzilətlidirsə fəzilətlidir. Təşrifat üçün söz deməzdi. Bu çox həssas idi. Deyir, bir nəfərə məktub yazırdı. O da ki, çox da belə alim adam deyildi, belə. Deyir, yazırdı ki, Cənab Ayətullah filan kəs, Cənab Ayətullah filan kəs. Deyir, sən bu qədər həssas adamsan, Ayətullah yazırsan, buna bu ki, Ayətullah deyil. Deyir, mən fikirləşdim, Hüccətül-İslam yazam, görüm Hüccətül-İslam deyil axı bu. Hüccətül-İslam, yəni sözü hüccət olan adam dində. Bunun o səviyyədə deyil. Siqətül-İslam deyəm, siqə də yəni mötəbər, bunun da o baxımdan da mötəbərdir. Ayətullah seçdim ki, hamı elə Ayətullahdır, hər şey. Ağac da Ayətullahdır. Göy də ayətullahdır, yəni Allahın ayəsidir, Allahın nişanəsidir. O adlar ona məxsusdur. Qalan şey onun cilvəsidir, qalan şeyin vücudu etibaridir, şərtidir, vücudu ondan alıb, var olub. Allah adları ilə iş görür. Adların hər biri onun gördüyü işdir. Rəzzaq, yəni ruzu verən. Rəzzaq adı ilə ruzu verir. Əlim adı ilə elm verir. Mu'ti, mane, ikisi də Allahın adıdır. Əta eləyən və mən edən. Yəni mane olan. Bəzən verir, bəzən mən eləyir. Yəni əsirgir, hikmət əsasında eləyir. Həzrət Nuh gəmi düzəldir neçə ay, istəyir hərəkət eləmək. Biz bir iş görəndə deyir, mən elədim axı. Həzrət Nuh çöllükdə gəmi düzəldir Allahın əmri ilə. Təsəvvür eləyin, imansız adamların içində quru səhrada gəmi düzəldirsən. Nə deyərlər adama? Gedən söz atır, gələn söz atır ki, Peyğəmbərliyin tutmadı deyəsən, alınmadı, keçdin dülgərliyə.
ələ salırlar. Tikir, düzəldir, gəmini neçə illər ərzində düzəldir. İndi gəmiyə minmək vaxtıdır, Quran bunu nəql eləyir. Qalə irkəbu fiha, dedi, oturun gəmiyə. Bismillahi, məcraha və mursaha. Bu gəmi Allahın izni ilə, adı ilə hərəkət edir və dayanır. Tohid baxışı budur. Sən də maşınla hərəkət eləyəndə Allahın verdiyi güc, qüdrət o maşına hərəkət verir. Bu, deyə bilər, insanın yaratdığı, bəli, bütün də nəticədə nə ki var gedir ona qayıdır da, insan vasitəsilə xəlq olunsa da. Qüdrətin, qüvvətin mənbəyi odur, hərəkət etdirən odur. Hər şeyi o idarə eləyir. Bir söz də deyim, Ramazan ayı öncəsi bu yaxşıdır. Coşan Kəbir oxuyanda əslində biz dua eləmirik axı. Coşan Kəbir də vəsfdir də. Görürsünüz necə ləzzət edir, vəsfdir. Demirik, ilahi məni bağışla falan, heç nə demirik. Ancaq deyirik, ilahi, məsələn, ya Rəhmanu əl-əf, ya Rəhimu əl-əf, ya Qəfuru əl-əf. Hey, Allahı vəsf eləyirik, adlarını sayırıq. Amma dilər eyni zamanda duadır. Məsələn, sən deyirsən ki, ya Raziq, ya Raziqu, ey ruzu verən. Deyir, Quranda deməmsən ki, Uzkuruni əzkurkum. Mən səni Raziq adı ilə yad edir. Uzkuruni əzkurkum, yəni məni yad edin, mən də sizi yad edeyim. Siz məni yad edin, mən də sizi yad edeyim. Mən ki deyirəm, sən Raziqsən, Raziq sifətinlə məni yad eləməyin, ruzu verməyindir. Mən ki deyirəm, sən Qəfursan, mən səni yad elədim Qəfur sifəti ilə. Sənin o sifəti fəallaşdırdım. Adı çəkən kimi o sifətin fəallaşdı. Sən də məni rəhim sifətindən yad elə. Da ehtiyac yoxdur deyəsən ki, bağışla. Ya Qəffar, yəni elə bağışla. Ya Qəffar deyirsən, yəni Qəffar sifəti ilə, bağışlayan sifəti ilə onu yad elədin. Allah da deyir, məni yad edim, mən də sizi yad edim. Onu yad eləmək necədir? O da Qəffarla yad eləmək, yəni bağışlamaq. Əlimlə yad eləmək, yəni elm bəxş eləmək. Ya alim, yəni allimni. Ya raziq, yəni urzuqni. Ey ruzu verən, yəni ruzu ver. Ey əlim, yəni məni elmləndir. Sözümün axırında bunu deyim, bitirim. 2 dəqiqə sözümü tamamlayayım. O da budur ki, bu qiyamətdə zuhur eləyəcək. Qiyamətdə bu zuhur. Qiyamətə niyə gün deyirik? Orada günəş var, yox. İzə şəmsu kuvvirət, günəş olmayacaq. Bəs niyə deyirik qiyamət günü? Gün işıq saçır, zahir elir də, gecə qaranlıqda görünməyəni gün üzə çıxardır. Qiyamət ona görə gün adlanır ki, Allahın olması, malik olması, hər şeyin Allahın olması zahir olacaq orada. Orada o zahir olacaq. Quranda var, deyir, hamı da məhv olacaq qiyamət günü. Heç kəs qalmayacaq. Heç kəs qalmayanda Allahdan nida gələcək. Limənil mulk əl-yəvm. Mülk bugün kimə məxsusdur? Bugün mülk kimə məxsusdur? Deyə heç kəsdən cavab gəlməyəcək. Bir özü qalıb axı. Ondan sonra özünə cavab verəcək. Lillahil vahidil qəhhar. Lillahil vahidil qəhhar. Tək və qəhhar olan Allaha. İndi mən sizə sual verirəm. Bəyəm dünyada mülk kimə məxsus idi ki? Deyir, bugün kimə məxsusdur? Dünyada deyil, ona məxsus idi. Burada sadəcə hicablar örtmüşdü, biz görmürdük ki, onundur. Elə bilirdim, mən qazandım. Elə bilirdim, mən. O mən hicabı örtmüşdü. Orada sadəcə burada görünənlər, burada olanlar aşkar olacaq, zahir olacaq. Burada görmədiyimiz. Amma bəziləri var ki, dünyada da görürlər. Görürlər ki, özü heç nədir ortada. Həzrət İmam Hüseyin əleyhissalamın Ərəfə duasında var. Sən nə zaman gizli olmusan ki, dəlilə ehtiyacın olsun? Mən istəyirəm, Ramazan ayında heç olmasa bir qədər bu hissiyat bizdə olsun. Vəsələn, bu neçə dəqiqə bunun üçün danışdım. Ramazan ayında bu hisslə daxil olaq ki, hər şey onundur. Və Ramazan ayı münasib fəzadır bunu hiss eləmək üçün. Ki, hər şey onundur. O aclıq, susuzluq insanı bir qədər o hicabı çəkir ki, onu görməyə başlayırsan ki, məndə heç nə yoxdur. Nə var onundur. Odur ki, mən etiraf edirəm ki, mən acizəm. Entumul fuqara'u ilallah və huvel gani. O isə ehtiyacsızdır. Mən acizəm, o ehtiyacsızdır. Bax, bu hisslə bu mübarək aylarda inşallah Allaha ibadət eləyək. Hələ gələn cümədə, yenə deyirəm, bir cüməmiz qalır. O barədə danışarıq. Allah bizi bu ayın feyzindən, mübarək Ramazan ayının feyzindən, bərəkətindən binəsib eləməsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm.
ve bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bu danışılan sözləri hamımızın qəlbində təsir elə. Həm danışdığımıza, həm eşitdiyimizə əməl eləməyə bizi müvəffəq elə. Bu ayın feyzindən, mübarək Ramazan ayının feyzindən bizi binəsib eləmə. Hər kim malı ilə, sərvəti ilə, canı ilə, elmi ilə, hər yolla dinivə, İslama, bu xalqa xidmət göstərir, dünya və axirətlərin abad elə. İslama, müsəlmanlara, bu xalqa xəyanət eləyənləri zəlil elə. Dünyanın hər yerində günahsız insanları qətlə yetirən, insanlara zülm eləyənlərə lənət elə. İşğal altında olan torpaqlarımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Əskərlərimizi, zabitlərimizi, ordumuzu ağla gələn, gəlməyən bəlalardan hifz elə. Ömrümüzün axırınacan bizə halal, minnətsiz ruzu mərhəmət elə. Verdiyin ruzunu istədiyin yerə sərf eləməyi bizə nəsib elə. Gələn günlərimizi keçən günlərimizdən xeyir elə. Bu xutbəyə cəm olanların, toplaşanların ürəklərində nə dərdləri var, nə hacətləri var. Sən and verirəm İmam Zaman ehtiramına hamımızın hacətlərimizi rəva elə. O kəslər ki, bizdən dua istəyiblər, iltiması dua deyiblər, hamısının hacətlərini rəva elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Dünyada İmam Hüseyn əleyhissalamın Kərbəlasının ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bütün xəstələrə, xüsusən nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. İmam Zaman ağanın zuhurunu tez elə.